Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət eləmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə işləməyə davam eləyənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə iş peşəsinə olan sevgisindən işləməyə davam eləyirlər. Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam eləyərsə, onun əmək pensiyası artırılırmı? Yaxud da yığılan vəsait ona necə qaytarılır? Deputat Vüqar Bayramov bizim mediaya açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır. Qanunvericiliyə əsasən işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür və alınan məbləğ isə pensiyaya əlavə olunur. Millət vəkili məsələnin izahını uyğun nümunədə verib. Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür və alınan məbləğ pensiyasına əlavə edilir. Təbii ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir.